Şəmsi adlı izləyicimiz qeyd edib ki, bəs dəmir altdan hava çəkməsə tez paslanacaq. Sualın cavabına gəldikdə, hörmətli izləyicilərimiz, sizə məlumat verək ki, ümumiyyətlə poliuretan izolyasiya məhsulu vurulduğu halda metal qalır çöl havada. İndi deyə bilərsiniz ki, siz deyirsiniz ki, iki tərəfdən hava dəyməlidir. Xeyr, bir məhsula bir tərəfdən havanın dəyməsi kifayət eləyir. Əlimizdə gördüyünüz bax bu nümunə, görürsünüzmü? Mağazamızda olan məhz poliuretan köpük izolyasiya məhsullarının nümunəsidir. Yəni mansar və damları da göstərirəm. Görürsünüzmü necə vurulursa bu formada da o vurulur. Görürsünüzmü alt hissədən poliuretan izolyasiya vurulub. Yəni mansarda da bu formada olur. Görürsünüzmü? Bu qalır harda? Çöldə. Yəni metal örtük reaksiyaya düşdüyü halda başlayır paslanmağa və tərləməyə. Əslində əksinə biz deyərdik ki, metal örtüyə izolyasiya vurulduqdan sonra metal örtüyün istismar müddəti uzanır. Çünki heç bir halda gördüyünüz bu məhsulda reaksiya getmir. Səbəb budur ki, aşağıdan isti, çöldən soyuq və yaxud belə olan halda metal örtük başlayır tərləməyə. Tərləyəndə də nə edir? Başlayır şurup yerləri ki, hansı ki ən zəif yerlər var, məhz həmin hissələrdən başlayır çürüməyə. Ona görə biz hətta iddia eləyərdik ki, metal örtüyə izolyasiya vurulduqdan sonra metal örtüyün istismar müddəti uzanır. Səbəb də budur ki, metal bir havada qalır. Əgər çöl soyuqdursa soyuqda qalır, istidirsə istidə qalır. İzolyasiya məhsullarının təyinatı üzrə satış, xidmət, sifariş yeri Abşeron Ticarət Mərkəzi 1-ci sıra 2-ci korpus 15-ci mağaza 114 İzolyasiya qrup.